Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Selamun aleyküm əziz dəyərli müminlər. Xoş gördük sizləri bu ziyafət ayında. Allah Teala bu ayda etdiyiniz ibadətləri qəbul eləsin inşallah. Gəlmişik bu ayın axır günlərinə yetişmişik. Ramazan ayı çox gözəl, fəzilətli bir aydır. Xoş halımıza ki, bu ayın feyzindən və fəzilətindən bir nəsib olmadıq. Allah bizə sağlam, səhih, gözəl oruç tutmağı bizə nəsib elətdi ki, bu ayın vacibatını gözəl şəkildə başa vurmağı Allah bizə nəsib etdi. Və buradan iltimas dua edirik ki, onlar ki, oruç da bilmədilər, xəstə idilər, Allah gələn Ramazana qədər onlara gözəl oruç tutmağı nəsib eləsin inşallah. Allahdan dua eləyək ki, gələn Ramazan ayına qədər Mövlamız Sərvərimiz İmam Zaman ağanın zuhurunu təcil qərar versin. Hər muizələrimizdə, hər nəsiyyətlərimizdə insanlara tövsiyəmiz budur ki, ən gözəl dua ağanın zuhuru üçün çoxlu dua edək və ağanın zuhurunu tezləşdirək inşallah. Əzizlər, Peyğəmbər Əkrəm sallallahu aleyhi və alihi və səlləmin xas sahabələrindən olan Cabir ibn Abdullah Ənsari belə nəql edir. Bildiyimiz kimi gəlmişik bu ayın ən axırıncı cüməsinə yetişmişik, ən axırıncı cümə günüdür və bu günün fəziləti var ki, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm deyir, günlərin birində Ramazan ayının son cümə günü Peyğəmbərin huzuruna gəldi. Cabir ibn Abdullah Ənsari deyir. Məni gördüyü zaman buyurdu, ey Cabir, bu Ramazan ayının son cüməsidir. Bilirsən ki, bu son cümədir və onunla vidalaş günə. Bu cümə ilə vidalaş və bu Ramazan ayı üçün vidalaşma günüdür. Və vidalaşanda bu duanı təkrar et. Allahümmə la təc'alhul axirəl əhdi min siyaminə iyyahu. İlahi pərverdigarı aləm. Bu Ramazan orucu, Ramazanı oruç tutduğum sonuncu Ramazan ayı qərar vermə. İlahi, bu Ramazanı oruç tutduğum sonuncu Ramazan ayı qərar vermə. Həqiqətən bu hikmət dolu bir sözdə o qədər əzəmət var, o qədər mərifət var əzizlər. Elə bil ki, biz axırıncı Ramazan ayının orucunu tutmuş kimiyik. Heç bilmirik, gələn il Ramazan ayının orucu bizə nəsib olar ya olmaz. Görəsən bu ayda özümüzü bağışlatdıra bildik ya bilmədik. Görəsən yaxşı əməllərimiz çox gələr ya pis əməllərimiz çox gələr tərəzidə bu ay. Amma inşallah ki, Allahdan istəyək ki, Allahümmə la təc'alhul axirəl əhdi minəs siyaminə iyyahu. İlahi, bu Ramazanı oruç tutduğum sonuncu Ramazan ayı qərar vermə. Ki, çalışaq ki, Allahdan dua eləyək ki, gələn Ramazana qədər bizi yaşat və o ayın feyzinə biz yetişənlərdən olaq. Fəin cəaltəhu fəc'alni mərhumən. Əgər bu Ramazan oruç tutduğum sonuncu Ramazandırsa, məni rəhm edilmişlərdən qərar verginə. Əgər bu Ramazan oruç tutduğum sonuncu Ramazan ayıdırsa, məni rəhm edilmişlərdən qərar ver. Rəhm olunmuşlardan bizi qərar verginə. Elə bizə rəhm etginən, ola bilər günahlarımız çoxdur, ola bilər problemlərimiz çoxdur, ola bilər günah çox iş görmüşük, məsiyyətkarıq. Amma münacatımız budur ki, istiğfarımız budur ki, razı niyazımız budur ki, pərverdigarı aləm. Səndən başqa bir qapı yoxdur ki, biz o qapıya tutaq. Sənin rəhmətivə bürünmüşük bu ayda. Sənin məğfirətvə bürünmüşük bu ayda. Cəhənnəm odunu bizə haram etmirsən ki, biz bu ayda çoxlu dua sənə edək ki və sənin razılığını əldə edək. Və la təc'alni məhrumən. Rəhmətindən məhrum edilmişlərdən deyil. O ki, bizi o şəxslərdən qərar vermə ki, sənin rəhmətindən biz məyus olmuşuq. Naimid olmuşuq. İlahi, görəsən, öz rəhmətinin altında bizi qərar vermirsən ya verməmsən. Amma biz əqidəmiz budur ki, inşallah ki, Allah bizi öz rəhməti ilə müjdələyib və öz rəhməti ilə bizi bürüyüb. Sonra buyurdu, kim bu duanı oxuyarsa, iki xeyirdən və iki gözəllikdən birinə yetişər. Kim əgər bu cümə günün, vida günündə bu duanı oxusa, iki xeyirdən və iki gözəllikdən birinə yetişər. Birincisi nədir? Ya gələn Ramazanda oruç tutmaq nəsibi olar.
İlahi, nə gözəl olar ki, bizə nəsib eləsən, biz o Ramazan ayının orucunu tutaq. Bu ayın ki, fəzilətini dərk eləmişik, feyziyyatını dərk eləmişik. Gələn Ramazana qədər bizə bir fürsət ver, bağışlanmaq ver. Keçmiş günahlarımızı necə bağışlamısan, gələcəyə doğru getdiyimiz günahların üstündən qələmi əffi çəkmirsən. Gələn Ramazana qədər bu feyzi bizim əlimizdən alma, bu feyzi bizə çox bilmə. Ya gələn Ramazanda oruç tutmaq nəsibimiz olar, İkincisi budur ki, ya da Allahın rəhməti və qufranını əldə edərik. Ola bilər ki, Allah bizə bəlkə Ramazan çıxdı, dünyamızı dəyişdik, axirət evinə səhayət etdik, amma ilahi, öz rəhmətivi, öz qufraniyyətivi, öz məğfirəti, bağışlanmağı bizdən götürməklə. İki, təsliyyətlə, iki gözəl dua ilə Peyğəmbər bizə buyurur ki, bunları əldən vermir. Birincisi budur ki, Allah dua eləyək ki, Ramazanın feyzini bizdən uzaqlaşdırma, gələn Ramazana qədər bu orucun fəzilətindən bizi məyus etmə. Əgər yaşaya bilməzsək, dünyamızı dəyişsək, heç olmasa əvvəl etdiyimiz dualar, oruclar inşallah ki, bizim əlimizdən yapışsın və bizi Sirat körpüsündən, hal-i məhşərdə, səkəratda, qəbr evində bizim əlimizdən tutmuş olsun inşallah. Allahdan dua elə, ilahi pərverdigarı. Tutduğumuz orucları ali dərəcədə bizdən qəbul elə. Axırıncı Ramazan ayı bizim üçün qərar vermə. Bizi Ali Muhammeddən ayrı salma, Qur'andan. Dünya və axirət bizi Peyğəmbər, Ali Peyğəmbərin yanında həqiqi olan ümmətdən qərar ver. Ənimdə duamız Mevlamız Sərvərimiz İmam Zaman ağanın zuhurunu təcil qərar ver. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.